أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قال الله تبارك وتعالى في كتابه الكريم: إن الله اشترى من المؤمنين أنفسهم وأموالهم بأن لهم الجنة يقاتلون في سبيل الله ويقتلون وعدا عليه حقا في التوراة والإنجيل والقرآن ومن أوفى بعهده من الله فاستبشروا ببيعكم الذي بايعتم به وذلك هو الفوز العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Salam olsun İmam Hüseyin'e, salam olsun İmam Hüseyin'in oğlu Ali'ye, salam olsun Hüseyin'in evladlarına, salam olsun Hüseyin'in vefalı əshablarına. Bizim bugün əlimiz Kərbəlaya çatmasaq da, Əhl-i Beytdən bizə nəql olunan ziyarəti Aşura ziyarəti deyilən bir sıra salamlar var. O salamlardan biri budur ki: Əssalamu aleykə ya Əba Əbdillahil Hüseyn. Bu Aşura ziyarəti bir neçə hissədən ibarətdir. Bir hissəsi salamlardır. Əlimiz Kərbəlaya çatmadığı üçün buradan deyirik ki, salam olsun sənə ya Hüseyn. Salam olsun Hüseynin oğlu Əliyə, yəni İmam-ı Səccada ki, Kərbəladaydı. Salam olsun Hüseynin övladlarına, Əli Əsxərə, Əli Əkbərə. Salam olsun Hüseynin vəfalı əshablarına. O əshablar ki 72 nəfər olaraq seçildilər, şəhid oldular və bugün dünya onların önündə baş əyir. Bugün dünyanın hər bir tərəfindən İmam Hüseyin əleyhissalamda başda olmaqla insanlar, hətta Xristiyanlar belə gördük, Yahudilər belə gördük, müxtəlif dinlərdən, irqlərdən gördük ki, Ərbəin ziyarətinə gedib İmam Hüseyin əleyhissalamı və onun 72 vəfalı əshabını ziyarət elədilər və ziyarət edirlər. Bu ziyarət etmənin səbəbi Ərbəin mərasimində İmam Hüseyin əleyhissalamın bacısı xanım Zeynəb salamullahi əleyhadan qalan bir adət ənənədir. O zaman ki İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra əsirləri Şama, bugünkü Suriyaya apardılar. Tarixdə nəql olunur ki, ilk xanım olaraq xanım Zeynəb salamullahi əleyha Şamdan geri gəldi. İmam Hüseynin 40-cı günü İmam Hüseyin əleyhissalamı ziyarət elədi. O zamandan bu zamana 1400 ilə yaxın tarix keçir. Görürsən ki, dünya müsəlmanları xanım Zeynəbin o hərəkətini davam etdirir. Hər kəs öz imkanı daxilində təyyarə ilə gedən təyyarə ilə, avtobusla gedən avtobusla, hər kəs öz imkanı əlinə çatır, imkanı daxilində İmam Hüseyin əleyhissalamın ziyarətinə gedir. Salam olsun sənə ey Əba Əbdillahil Hüseyn. Sən neynədin ki, dünya bu qədər sənə aşiq oldu? Bayaq söhbətimin əvvəlində bir ayə oxudum Qur'an-ı Kərimdən. Bu ayə
bu ayəni İmam Hüseyin əleyhissalam Kərbalada diriltdi. Bir daha yenidən diriltdi. O ayə Tövbə surəsinin 111-ci ayəsidir. Allah Teala bu ayədə buyurur: İnnallâhe işterâ minel mu'minîne enfusehum ve envâlehum bi enne lehumul cennə. İmam Hüseyin əleyhissalam bu ayəni Kərbalada göstərdi. O ayənin mənası bundan ibarətdir ki, həqiqətən möminlər Allahla alver eləyərlər, canlarını verərlər, mallarını verərlər. Bi enne lehumul cennə. Bunun müqabilində də Allah onlara cənnəti verər. Bu Allahla can, malı verib cənnət müqabiləsini eləməyi İmam Hüseyin əleyhissalam Kərbalada canlandırdı. Və ayədə Allah buyurur: yuqatilûne fî səbîlillâh. Allah yolunda öldürürlərlər, ölərlər də, öldürürlərlər də. Və'dən əleyhi haqqa. Mən ki cənnət sözü verirəm canından, malından keçənlərə. Nə üçün verirəm bu sözü? Bu sözün sənədi hardadır? Fit Tevrati vəl İncili və fil Qur'ani. Həzrəti Musa'nın kitabı Tevrat'da da bu sözü vermişəm. Həzrəti İsa'nın kitabı İncildə də bu sözü vermişəm. Və bugünkü bu ayəni Qur'andan oxuyuram. Bunun sözümün sənədi həm də Qur'an-ı Kərimdə var. Və mən əvfə bi əhdihi minallah. Allahdan daha çox öz əhdinə, sözünü tutan, əhdinə vəfa eləyən kim vardır? Allah bizə sual verir. Kim vardır? Allahdan çox öz sözünə, əhdinə vəfa eləyən. Fəstəbşiru bibəyikumullazi bayətum. Peyğəmbərə buyurur ki, muştuluq ver o kəslərə ki, bu ticarəti Allahla eləyirlər. Yəni candan keçir, mallan keçir. Zalikə fawzul azim. Bu çox dəyərli bir fəzilət və üstünlükdür. Allah bu ayədə bu cür buyurur və bu ayəni İmam Hüseyin əleyhissalam Kərbəlada canlandırdı. Mən bu bir neçə dəqiqəlik söhbətimin içərisində İmam Hüseynin hərəkatından ta bugünkü 9-cu günə kimidir, tarixi 10-15 dəqiqədə gözümüzün qabağında canlandırmaq istəyirəm. Tarixdə nəql olunur ki, İmam Hüseyin əleyhissalam 24 gün ərzində Məkkədən bugünkü Kərbalaya gəlib çıxana kimi 24 gün vaxt apardı. Bu 24 gün ərzində İmam Hüseyin əleyhissalam müxtəlif yerlərdə dayanırdı və insanları özü ilə birlikdə getməyə dəvət eləyirdi. İmam Hüseyin əleyhissalamın birinci hərəkatında birinci cümləsini bu cür başlayır. Mən kanə bazilən fina məhcətəhu və müvəttinən nəfsəhu əla liqaillah fəlyərhəlil mə'na. Birinci cümləsi İmam Hüseyin əleyhissalamın Məkkədə bu oldu ki, mən kanə bazilən nəfsən. Hər kim istəsə öz canından keçsə, ürəyindən keçə, ürəyinin qanı tökülə, əla liqaillah, Allahın görüşünə tələsə, fəlyərhəlil mə'na, mənlə birlikdə gəlsin. Sözünün canı nə idi? Sözünün canı buydu ki, mən gedirəm və mən şəhid olacam. Hər kəs istəyir mənlə gəlsin, hərəkət eləsin, amma bilsin ki, nəticəsi şəhadətdir. Çoxları bu yolda İmam Hüseyin əleyhissalama birləşmədilər, amma çoxları da birləşdilər. Abdullah İbni Hurri Cofi adında bir nəfər olur. İmam Hüseyin əleyhissalam bu 24 gün ərzindəki dəvət eləyə gəlirdi. Abdullahın xeyməsinə doğru gedir. Deyir, Abdullah, gəl sən də mənə qoşul. Deyir, ya Hüseyin, mən sənə atımı da verirəm, qılıncımı da verirəm. Amma istəyirəm, öləndə bir cür öləm ki, adım sanım qala, məşhur olan, mənim əhlim var, mənim əyalım var. İmam cavabında buyurur, la xeyrə fi seyfikə və rizlikə. Və sənin bu atından nə atın mənə lazımdır, nə qılıncın mənə lazımdır.
Kərbəla hadisəsi keçdi, 6 gün sonra bir təpənin üstündə durub, o Kərbalada döyüş gedən meydançaya baxırdı. Deyirdi ki, təəssüflər olsun sənə ey Abdullah, Hüseynə niyə qoşulanmadın? Abdullahdan nəql olunur, deyir, hələ də yadımdadır, İmam Hüseyin məni dəvət eləməyə gəldikdə, uşaqları da yanındadır. Heç vaxt o səhnə mənim gözümün önümdən çıxmır, getmir. Və tarixdə belə insanlar oldu, İmam Hüseyin əleyhissalama yox dedilər və bir ömür peşmançılıq çəkdilər. Bu məclislərin dəyərlərindən biri budur ki, bugün nəfsimizlə mübarizə edib, İmam Hüseynə hə deməyi, bəli deməyi başaraq, İmam Hüseynin yolunu getməyi başaraq, Kərbəla məktəbi elə bir məktəbdir ki, 6 aylıq körpədən 75 yaşındakı ağsaqqal kişi ki, Həbib ibn Məzahir idi, Kərbəla şəhidi, alınacaq bir dərs var, bir örnək var. O ağsaqqal kişi Həbib ibn Məzahir İmam Hüseynin məktubu əlinə çatanda, tarixdə bəzi yerdə nəql olunur ki, evdə heç xanımına da demir. Kirmitçənəm gedir Kufə bazarına, xına alır, gəlir saqqalını, saçını xınaylayır, soruşanda ki, ey Həbib ibn Məzahir, nə üçün sən saqqalını, saçını xınaya bəzədin? Deyir ki, məni Hüseyn dəvət edib. İstəyirəm Hüseynin qoşununda olanda düşmən tərəfi gülümsəməsin ki, Hüseyn qoca kişiləri yığıb gətiribdir döyüşə. 75 yaşında İmam Hüseynə bəli demək özü böyük bir dəyərdir, özü əvəz olunmaz bir dəyərdir. Həbib ibn Məzahir o şəxsdir ki, bugün də Kərbəlada İmam Hüseyn əleyhissalamın yanında onu dəfn eləyəndə, təsəvvür eləyin, ortada İmam Hüseynin zirehidir. Həzrəti Əli Əkbər, Əli Əsxər İmam Hüseyin ilə birlikdə basırılıb. Sol hissədə Həbib ibn Məzahirdir. O 72 şəhid içərisindən o ağsaqqalı seçib ayrıca olaraq dəfn eləyiblər. Sağ tərəfdə isə 72 şəhid dəfn olunubdur. Onun əzəməti, dəyəri o qədər böyükdür ki, hər bir şəhidin bir hacətdə, bir şəfada istəyi var. Deyirlər, Həbib ibn Məzahir də bəyanı, dili açılmayan əgər problemli insanlar varsa, o Həbib ibn Məzahirdən istəsin o cür problemləri. Allah ona elə bir dəyər verib. O ağsaqqal kişiyə Allah onun ruhunu şad eləsin. Allah bütün Kərbəla şəhidlərinin ruhunu şad eləsin. Odur ki, Kərbəla yolu həmişə bizi iki fikrə doğru yönəldir. İmam Hüseynçi olmaq və İmam Hüseyndən uzaq düşmək. Bizim bu məclislərimizin bir təsiri də bundan ibarətdir ki, bu məclislər bizim ruhlarımızın oyanışığı üçündür. Bugün o gündür ki, bu gecə o gecədir ki, İmam Hüseynə bəli deyənlərlə xeyr deyənlərin bir-birindən ayrıldığı gecədir. Bu gecə Tasuadır, Aşuranın gecəsidir. Bu gecə o gecədir ki, təsəvvür eləyin, İmam Hüseyn əleyhissalam o yanında qalan, ona bəli deyən, deməyən kimlər ki var idi o məclisdə, bu gecə İmam Hüseyn əleyhissalamın başına yığılırlar. İmam onlara deyir ki, sabah mənim sonum, bizim sonumuz kim mənlə qalsa şəhadətdir. Hər kəs istəyirsə mənimlə qalsın, mənə ləbbeyk desin, mənə bəli desin. Hər kəs də istəməsə onun getməyi azaddır. Amma məndən o qədər uzaqlaşsın ki, mənim səsim, fəryadım qalxanda ki, həl min nasirin yənsurini, elə bir nəfər varmı ki, mənə kömək eləyə, mənim o səsim onun qulağına çatmasın, o qədər uzaqlaşsın. Və sonra imam əmr elədi, şamları keçirin, bəlkə getmək istəyənlər var, mənim gözümün sinə, üzümə baxdıqda getməkdən utanırlar. Şamları söndürün, gedənlər getsin, qalanlar qalsın. Şamlar söndü, 1 saat keçdi, 2 saat keçdi, şamlar bir daha yandı və qalanlar kim oldu?
bugün biz onlara baş əydiyimiz İmam Hüseyin və 72 şəhid. Həqiqətən çətin idi və həqiqətən də dəyərli idi. Bugün biz və dünya müsəlmanları onların önündə baş əyir. Onlardan istək istəyir, hacət istəyir. Əlbəttə Allah onlara elə bir dəyər verib, elə bir izin verib, onlardan istək istəyirlər. Bugün bir cür olub ki, 21 milyondan 34 milyona kimi insan gedir onları ziyarət eləyir. Amma bir insan ölsə, onu nə qədər ziyarət eləyən olar? Ən böyük alimlər olub, deyirlər ki, 1 milyona yaxın dəfn günü insan gəlmişdi. Ondan çox gələn yox idi. Allah onlara elə bir dəyər, elə bir izzət verdi. Bu 72 şəhid içərisində bugün son gecədir. Sözüm Həzrəti Əbəlfəz əleyhissalam haqqındadır. Bir o ki, İmam Hüseyin əleyhissalam bu 72 nəfər ki qaldı İmam Hüseyin əleyhissalamın tərəfində, dedi, indi gəlin bir-bir mənim barmağımın arasından cənnətdə, behişdə öz yerlərinizə baxın. İmam deyir, əlini bu cür elədi barmaqlarını, gəldilər bir-bir baxdılar, növbə çatdı Həzrəti Əbəlfəz əleyhissalama. Dedi, ya Hüseyin, mən sənin barmaqlarının arasında cənnəti görməyimə ehtiyac yoxdur. Mən cənnəti sənin üzündə görürəm, ya Əba Əbdillah. Eyni zamanda qardaşıydı. Dedi, ya Əba Əbdillah, mən cənnəti sənin üzündə görürəm. Sənin barmaqların arasında mənim cənnəti görməyə ehtiyacım yoxdur. Buna deyirlər, imamını dəqiq tanımaq. Heç bir bəhanə gətirmir, şəhadətə hazırdır. Hətta tarixdə yazırlar, Şimr ibn Zilcövşən lənətullah əleyhnə Həzrəti Əbəlfəzin anası qohumluğu var idi. Gəldi, bugün dayandı, ya səhərsi gün tarixdə nəql olunur. Dedi ki, mən əmannamə gətirmişəm Abbas sənə və sənin qardaşlarına. Əmannamə gətirmişəm ki, Ubeydullah ibn Ziyad sizi öldürməyəcək. Gəlin, İmam Hüseyndən ayrılın. Birincidir, Həzrəti Əbəlfəz əleyhissalam getmək istəmirdi. İmam Hüseyin əleyhissalam dedi, Əbəlfəz, get gör Şimr nə istəyir. Getdi ki, Şimr əmənnamə gətiribdi. Dedi ki, bacım oğlu düşürsən. Şimr deyir Həzrəti Əbəlfəzə, əmənnamə gətirmişəm. İbn Ziyad səni öldürməsin, Yezid səni və sənin qardaşlarını öldürməsin. Gəl İmam Hüseyni tərk elə, çıx get. Həzrəti Əbəlfəz əleyhissalamın cavabı bu oldu. Allah lənət eləsin, əmannamə yazana da, əmannamə gətirənə də. İmam Sadiq əleyhissalam 6-cı imamımız buyurur ki, Kanə əmmunəl Əbbas, bizim əmimiz Abbas, Əli oğlu Abbas 5 xüsusiyyətə malik idi. O 5 xüsusiyyət icazə vermədi ki, İmam Hüseyin əleyhissalamdan ayrı qalsın. Birinci xüsusiyyəti bundan ibarət idi. Nafizəl bəsirət, onun o qəlb gözləri, uzaq görən insanı idi, qəlb gözləri görərdi. Siyasi hadisəni, ictimai hadisəni təhlil eləyə bilərdi. Düşmənin ağzından çıxan sözü tez başa düşərdi. Bu şayədimi, bu düzdürmü və yaxud bu söz yalandımı? İkinci xüsusiyyəti buydu. Səlbəl iman, imanı çox möhkəm idi Həzrəti Əbəlfəz əleyhissalamın. İmam Sadiq əleyhissalam buyurur, imanı çox möhkəm idi. Cahedə mə'ə əxil Hüseyin əleyhissalam, qardaşı İmam Hüseyin əleyhissalamla birlikdə döyüşdü. Və əblə bəlaən həsənən, ən gözəl imtihanı Allah qarşısında verdi. O imtihan canından, malından keçmək idi. Hədislərdə nəql olunur ki, insan nəyindən keçə bilər?
bi əbi əntə və ummi və nəfsi və əhli və mali. Hədislərdə buyurur, insan candan keçmək və yaxud nəyinisə bağışlamaq dedikdə nə anlama gəlir? Bi əbi və ummi, insan atasından keçə bilər və ummi anasından keçə bilər ki, İmam Hüseyin əleyhissalam İmam Əlini şəhid verdi. İmam Əli şəhid oldu, atadan keçdi bu anlamda. Xanım Zəhranı şəhid etdilər, anadan keçdi bu anlamda. Və nəfsi və özündən keçdi ki, bugün Kərbəla onu göstərir, İmam Hüseyin əleyhissalam özündən keçdi. Və əhli evlatlarından keçdi, Əli Əsxərindən, Əli Əkbərindən keçdi. Axırıncı deyirlər və mali, malından keçdi. Yəni maldan keçmək bizim üçün çətin də gəlsə, o cür şəxslər üçün axırıncı bir şeydir maldan keçmək. Bi əbi əntə və ummi və nəfsi və əhli və mali. Atadan, anadan, özündən, əhl-i əyalından və malından keçdi. Və odur ki, bayaq ayə oxudum, İmam Hüseyin əleyhissalam o Kərbala səhrəsində bu ayəni canlandırdı ki, İnna Allah əştərə minəl mu'mininə ənfusəhum və ənvaləhum bi ənnə ləhumul cənnə. Elə möminlər vardır ki, Allahla ticarət eləyirlər, canlarından və mallarından keçirlər. İmam Sadiq əleyhissalamın hədisinə qaydıram, buyurur ki, əmimiz Abbas uzaq görən idi, imanı möhkəm idi, İmam Hüseyin əleyhissalamla birlikdə cihad elədi və əblə bələən həsənən, ən gözəl imtihanı verdi Allah qarşısında və məza şəhida və axırda şəhid oldu. Şəhid elə bir kəlmədir ki, insan onu eşidəndə istər istəməz ruhu canlanır. Şəhid ərəb qrammatikası baxımından bir sifətdir. Bu sifət bu anlama gəlir. Yəni şəhid o kəsdir ki, həmişə Allah huzurunda diridir. Həmişə Allah huzurunda canlıdır. Şəhid kəlməsi elə bir kəlmədir ki, o yalnız ərəb dilinə aid bir kəlmədir. Bizə də ərəblərdən gəlib keçib. Daimən hazır olan, daimən diri olan. Əgər deyilirsə bir nəfər şəhiddir, bilin ki, daimən o şəxs diridir. Və bunun ən gözəl nümunəsi İmam Hüseyin əleyhissalamdır ki, 1400 ildir biz bu məclislərlə onları yaşadırıq. Həzrəti Əbəlfəz əleyhissalama məxsus olan bu gecədir. Kərbəlanın bir qanadı Həzrəti Əbəlfəz əleyhissalamı idi. Kərbəlanın digər qanadı isə xanım Zeynəb salamullahi əleyha idi. Ki, bir neçə dəqiqədə o xanım haqqında danışım. Muhammed və Ali Muhammedə salavat deyin. Zeynəb, yəni atasının zeynəti, atasının bəzəyi deməkdir. Xanım Zeynəb nə elədi? Atasının zeynəti oldu. Deyir, o zaman ki, xanım Zeynəb salamullahi əleyha doğuldu, Peyğəmbər xanım Zəhraya dedi, mən onu Zeynəb adlandırdım. Və o qəmlərə, qüssələrə düçar olacaq. Xanım Zeynəb oldu Kərbəla qəhrəmanı. Xanım Zeynəb xanımlar, nə üçün Kərbəla qəhrəmanı adlandırıldı? Xanım Zeynəb o ki İbn Ziyadın sarayında, Yezidin sarayında teşdə İmam Hüseyin əleyhissalamın başını gətirdilər. Xanım Zeynəbdən soruşdular ki, Kərbəlanı necə gördün? Belə cavab verdi, ma rəməytu illa cəmila, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Bu günlər o günlərdir ki, artıq xanım Zeynəbin qəminin, qüssəsinin artacağı bir günlərdir. Bu günlər o günlərdir ki, xanım Zeynəb həm susuzluqdan fəryad eləyən uşaqların, belə deyək, qayğısına qalır və həm öz evlatlarının, həm qardaşı balalarının, həm də qardaş bacı münasibəti var idi İmam Hüseyin əleyhissalamın.
Yəni təsəvvür eləyin, bir bacı bilir ki, sabah onun qardaşı şəhid olacaq. Bir bacı bilir ki, sabah onun qardaşı dünyasını dəyişəcək. Bir bacı üçün təsəvvür eləsəniz, həqiqətən çox çətindir. Xanım Zeynəbin bugün həqiqətən qəmli qüssəli günləridir. Xanım Zeynəbin həqiqətən bugün qəhrəmanlıq göstərdiyi günlərdir. Xanım Zeynəbdən soruşdular, Kərbəlanı necə gördün? Dedi, ma rəməytu illa cəmila. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Deyirlər, xanım Zeynəb Kərbəlada olan gözəllikdən məqsədi nə idi, nə gözəllik gördü? Tarixdə nəql olunur ki, bir cavan bəylə gəlin, onlar da gəldi İmam Hüseyin əleyhissalama birləşdilər. Xanım Zeynəb Kərbəlada bunu görürdü ki, bir həftəlik gəlin öz əri ilə vidalaşarkən bunu danışır ki, sən İmam Hüseyin əleyhissalamla şəhid olacaqsan. Mənə söz ver ki, İmam Hüseyinlə cənnətdə birlikdə olduqda mən də sənin yanında olum. Və bu sözə həqiqətən ürək istəyir. Deyir, bu bir həftəlik bəy gəlir, yaralanır. İmam Hüseyin əleyhissalam gedir, başını alır qucağına, deyir, halın necədir? İmam Hüseyin əleyhissalama cavab verir, ərəzitə minni yəbnə Rəsulillah, mənim halımı boş ver, sən məndən razısamı, ey Allahın Rəsulunun oğlu. Xanım Zeynəb Kərbəlada bu gözəllikləri görürdü. Deyir, o zaman ki, əsirləri gətirdilər, Şama doğru apardılar, Xanım Zeynəb Şimir lənətullah əleyhə dedi ki, bizi bir yerdən apar ki, bizi yad kişilər görməsin. Şimir xanım Zeynəbin sözünə eytina eləmədi. Xanım Zeynəb əsəbləşdi və dedi, ya ərz xuzi, ey yer, Şimiri öz içinə çək. Yerin cazibəsi Şimiri çəkdi və bu anda deyir, İmam Hüseyin əleyhissalamın o kəsik başından səs gəldi ki, ya uxta, usbiri, ey bacım, səbr elə və burax öz halına. Xanım Zeynəbin ilk dəfə kəramətlərindən biri orada nəql olunur ki, əmr eləyir yerə ki, Şimiri özünə çəkməsinə. Xanım Zeynəbə Allah belə bir məqam, belə bir mərtəbə vermişdi. Xanım Zeynəb öz əri Əbdullahla evlənərkən, gəlin bəy Mehriyə yazılarkən, Xanım Zeynəbdən soruşdu ki, Əbdullah, Zeynəb, sən məndən nə istəyirsən? Deyir, cavab verdi ki, mənə icazə verəsən, Hüseyin hara getsə, mən də Hüseyinlə gedim. Və bu icazənin axırı gəldi, oldu Kərbəla. Xanım Zeynəb belə bir xanım idi. Sözümün sonu və nəticəsi bundan ibarətdir ki, bu məclislərdə bəzi nəqillərə görə Xanım Zeynəbin və Xanım Fatimə-i Zəhranın həmişə huzuru ola. Bir alim var olubdu, bir 100 illərə yaxın ki, sözümün axır hissələridir. Bu alim deyir, mən bir məhərrəmlik söhbət eləməyə gedirdim. Bir məhərrəmlik bu qərara gəldim ki, heç bir yerə söz verməyəcəm söhbət eləməyə. Görüm, Əhl-i Beyt özü məni hara dəvət eləyəcək. Deyir, yatdım yuxuda gördüm ki, Xanım Fatimə-i Zəhra məni bir adresə yönləndirdi. Məni bir adresə yönləndirdi, getdim qapını döydüm, gördüm bir xanım çıxdı. Soruşdum ki, bura filan adresdimi? Deyir, mənə cavab verdi ki, bəli, bura o adresdir. Dedim, siz məhərrəmlik məclisi qurursunuzmu? Dedi, bəli, biz məhərrəmlik məclisi qurursunuz. Deyir, heç nə demədən 10 gün söhbət elədim, roza oxudum, sonra mərsiyə oxudum. O məclisdə deyir, 4-5 xanım var idi. 10-cu günkü Aşura günü oldu, bu məclisdən çıxanda bu xanıma dedim ki, deyir, sizin məclisdə 4-5 xanım var idi. Mənim rozəmə, mərsiyəmə ağlayırdılar. Amma bir xanım var idi ki, onun ağlamağı mənim ürəyimi, canımı sızılladırdı. O kim idi? Mənə cavab verdi ki, o xanım idi ki, yuxuda səni mənim evimə göndərdi. Onda başa düşdüm ki, Xanım Fatimə-i Zəhranın İmam Hüseyin məclisində huzuru var ki, biz onu görmürük. Deyir, mənə maraqlı gəldi, soruşam ki,
Soruşdum ki, ey xanım, bəs sən kimsən ki, xanım Zəhra gəlir sənin bu kiçik məclisində oturur. Dedi, mən sadə bir xanımam ki, ev təmizləyirəm qapı-qapı onun bunun evini. Oradan aldığım pulun 5 manatını, 3 manatını nəzr eləyirəm ki, İmam Hüseyin əleyhissalama məhərrəmlik gəldikdə 10 gün yas saxlayacam, roza oxutduracam. Bəzi vaxt niyyətin xırdalığı xanım Zəhranı insanın yanına gətirir. Heç vaxt İmam Hüseyinlə əhdimizi, İmam Hüseyinlə peymanımızı kəsməyəyim. Son sözüm bundan ibarətdir ki, rəhmətli Şeyx Abbas Qumi dualar kitabında belə yazır. Cənnətin açarları Məfatihul Cinanda. Der, bir məclisə daxil oldunuz, bir ziyarətə daxil oldunuz. Dini məclisdən söhbət gedir. Əgər bilmək istəyirsinizsə, bu məclis sahibi ki, Əhl-i Beytdir, ziyarət sahibi ki, məsələn, İmam Hüseyindir, İmam Əlidir, sizi qəbul eləyir ya yox, iki haldan xaric deyil. Ya gözünüzdən yaş gələr, ya canınızda bir titrəyiş olar. Onda bilin ki, məclis sahibi sizi qəbul eləyibdir. Allaha ant verirəm öz izzət və cəlalına ki, bu məclis sahibi xanım Zeynəb xanım Fatimə-i Zəhradır. Bizi bu məclisə qəbul olunan şəxslərdən qərar versin inşallah. Allah bu gecənin ehtiramına Həzrət Əbəlfəz gecəsidir. Uşaqları olmayanlar, xəstələri şəfa tapmayanlar və s. ilaxır ağlımıza gələn və gəlməyən müşkülü problemi olanlar, xüsusən uşağı olmayanlar, Həzrət Əbəlfəzə nəzr niyyət eləsinlər. Xüsusən qurbanlıq, qan kəsildikdə həmişə xəta bala, o cadular, sehirlər hamısı batil olur demək olar ki. Bu gecə ant verək Həzrət Əbəlfəz əleyhissalama cavanlarımızı, körpələrimizi, xüsusən kişi cinsindən olan cavanlarımızı xanım Həzrət Əbəlfəz əleyhissalama ant verək. Allah Həzrət Əbəlfəz ehtiramına onları öz pənahında qorusun inşallah. Analarımızı, bacılarımızı ant verək xanım Zeynəb salamullahi əleyhaya. Allah bizim analarımıza, bacılarımıza, bu məclisdə olan ana bacılara xanım Zeynəb iffət, namus, icab, həyasını nəsib eləsin inşallah. Əhl-i Beytin məhəbbəti elə bir şeydir ki, o bizi gətirib bura çıxarıb və biz də onlardan istəyirik. Sonra deyirlər ki, hər kimin xəstəsi var, ant versin 4-cü imam İmam Səccad əleyhissalama. İlahi səni ant veririk, İmam Səccad ehtiramına bütün xəstələrə şəfa ver. Deyirlər, hər kimin zindanda olanı var, ant versin, nəzr eləsin 7-ci imam İmam Kazim əleyhissalama. İlahi səni ant veririk, 7-ci imam İmam Kazim əleyhissalama. Bütün zindanda olanlarımızı azadlıq nəsib elə. Ən azından işlərində yüngüllük nəsib elə. İlahi, səni ant veririk, qürbətdə olanlarımız var. 8-ci imam İmam Rıza ehtiramına qərib imamdır. Bütün qürbətdə olanlarımızı öz pənahında saxla. İlahi, bu eli, bu obanı yerin göyün bəlasından qoru ilahi. İlahi, bu eli, bu obanı bərəkətli el obalardan qərar ver ilahi. İlahi, bu məclislərdə ölənlərimizin də bir gözü var. Bu məclisdən onlara savab aid elə ilahi. Öz salamatçılığımıza, dünyadan gedənlərimizin ruhu şadlığına Muhammed və Ali Muhammedi salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Sağ olun diqqətinizə görə.